Salam, mənim adım Günay Essidir. Mən kvant texnologiyaları vasitəsilə insanlara hədəflərinə çatmağa, istədikləri həyat səviyyəsinə gəlmələrinə yardım edirəm. Bugün sizinlə arıqlamaq üçün neyroproqramlama edəcəyik. Yəni, hipnoterapiya seanslarımız zamanı artıq çəkinin arxasında duran duyğuları tapıb çıxardıq. İndi isə onların yerinə yeni neyronlar qoymaq zamanıdır. Bu səsəzmanı zəhmət olmasa telefonunuzu yükləyin ki, hər gecə yatmadan öncə telefonunuzu təyyarə rejiminə qoysanız da dinləyə biləsiniz. Əgər yuxuya gedərsəniz, heç bir problem yoxdur. Şuur altınız onsuz da yatmır. Hər bir şeyi qeydə alır. Hazırsınızsa başlayaq. Sən deyə müraciət edəcəm. Özünüzü rahatlaşdırın və yerinizə girin, gözlərinizi qapadın. Burnundan uzun və dərin nəfəs al və ağzından bu nəfəsi burax. Burnundan uzun və dərin nəfəs al və ağzından sanki bu nəfəsi üfürürmüş kimi burax. Bir daha. Burnundan uzun və dərin nəfəs al və bu nəfəsi ağzından burax. İndi isə burnundan dərin bir nəfəs al və nəfəsini saxla. 1, 2, 3 və nəfəsini burax. Çox gözəl. Bir daha. Burnundan uzun və dərin bir nəfəs al və nəfəsini tut. 1, 2, 3 və nəfəsi burax. Bir daha. Burnundan uzun dərin bir nəfəs al və nəfəsini saxla. 1, 2, 3 və nəfəsini ağzından burax. Çalış nəfəs alarkən təkcə ağciyərlərin deyil, qarnından da nəfəsi alıb verməyi bacarasan. İndi isə səndən bir şey istəyəcəm. Əllərini qaldır və sinənin önündə saxla. Əllərini bir-birinə tut, yapışdır və birləşdirdiyin əllərinin ovucularını bir-birinə sürt. Tez-tez. Güclü, surətli əllərini bir-birinə sür. Ovucularını ovuşdur və onların arasında əmələ gələn istiliyi hiss et. İndi isə əllərini bir-birindən arala. 1 santimetr digərindən uzaqda olsun və azca bir-birinə toxunsun. İndi isə bax gör ovucuların arasındakı istilik necə gözəl, parlaq bir enerji əmələ gətirir. Bu istiliyi hiss et. Bu enerjini əllərini bir-birindən biraz uzaqlaşdır və bu enerjinin daha da böyüdüyünü hiss et. Sanki əllərinin arasında bir ışıq topu meydana gəlib. Onun istiliyini hiss et. Bax gör bu ışıq nə rəngdədir. Diqqətini bu gözəl ışığı alov topuna ver. İndi isə götür bu həmin alov topunu, bu ışıq topunu və burax ayaqlarının altına. Əla. Ayaq barmaqlarının ucundan başlayaraq bu enerji bütün vücuduna yayılsın. Daha da yüksəyə qalxsın. Dizlərini, ayaqlarını, çanaq bölgəni bu gözəl ışıq əhatə etsin. Bütün daxili orqanların ən dərindən rahatlasın. Bu gözəl enerji topunun qarnına yayıldığını, onu rahat, yüngül və xoş hala gətirdiyini hiss et. Bu gözəl ışıq topu artıq sənin sinənə doğru yayılmağa başlasın. Bədənindəki hər bir hüceyrə, hər bir zərrə bu gözəl alovlu istirahət enerjisi ilə dolsun. Onu hiss et və rahatla. Yatırsan, rahatlayırsan. Sinəndə bu istiliyi, bu gözəl istiliyi hiss et. Diqqətini ver ürəyinin döyüntüsünə. Bax gör ürəyin yavaş-yavaş vurur, yoxsa tez-tez. Ürəyinin döyüntüsünü
hiss etmeye çalış. Ve her döyüntüyle, her ürək döyüntüsüyle istirahat gittikçe daha da derinleşir. Bedenin her hücresine daha da derinden nüfuz edir. Bu güzel ışık topunun daha da yükseklere kalktığını, çiynini, kollarını, ellerini, parmaklarının uçlarına bu güzel istirahat enerjisi ile dolur. Çiynlerin tamamıyla rahatlaşır. Çiynlerini aşağı bırak, sıkma, rahat bırak çiynlerini. Orada tuttuğun bütün yükleri boşalt. Allah. Bu güzel alov topu, bu güzel enerji topu artık senin başına doğru yukarı çıkır. Boynunu, boğazını, çiynlerini derinden rahatlatıp artık çenene doğru yukarı çıkır. Bütün yüzün, bütün başın artık bu güzel ışık, alov enerji topu ile sarılıp sarmalanır. Bu güzel enerji artık gözlerini, kirpiklerini, kaşlarını en derinden rahatladır. Kaşlarını çatmışsansa rahat bırak. Burada tuttuğun bütün duygu yüklerini boşalt. Onları tutmana gerek yoktur artık. Bu senin zamanındır. Gözünü ayırdığın zaman. Nefesini rahat al ve ver. Şimdi bu güzel ışığın artık burnuna doğru geldiğini hisset. Bütün dikkatini ver burnunun ucuna. Her nefes aldığında burnundan soğuk bir havanın girdiğini hisset. Dikkatini ver burnunun ucuna. Otaqdaki havanın temperaturunu burnunun ucu ile hissetmeye çalış. Bax gör otağında hava necədir? Otağında hava istidir, yoxsa sərin? Bəlkə ilıqdır. Otaqda hava qurudur, yoxsa rütubətli? Yoxsa neytral? Yoxsa normal? Diqqətini ver burnunun ucuna. Bax gör otağında hansısa qoxular varmı? Bütün diqqətin burnundadır. Şuuraltının derinliklerine gittikçe, daha da derinleştikçe, daha ince ve arıq olmak için güclü isteğin ve karşısı alınmaz bir qabiliyyətin olduğunu anlayırsan. Bu istek ve qabiliyyət səndə o kadar güçlü bir hissi çevrilir ki, o köhnə pis yemek vərdişlərini əbədi olarak ləğv edir və sənə lazım olan yeni vərdişlər əldə etməyə həvəsləndirir. Sen her gün daha da ince ve daha da fit, daha da sağlam ve zərif olmağa yaxınlaşırsan. Benim sesimi eşittikçe ve şuur altında daha da derinleştikçe mükemmel beden ve gıda ile mükemmel əlaqən olduğunu hissedirsən. Sen ne zaman ve ne kadar yemek lazım olduğunu ve ne vaxt dayanacağını dəqiq bilirsən. Doyduğunu ve acılığını mükemmel şekilde hissedirsən. Özünü tok hissettiğin an yemeği dayandırıp boş kaptakileri asanlıkla kenara koyabilirsən. Sen ancak fiziki olarak ac olduqda yemek yiyirsən. Ne kadar yemek lazım olduğunu çok güzel bilirsən. Sen vaxtında dayanabilirsən ve saatlerle yemeği unutursan, özünü tamamıyla hayatına, sevdiğin meşguliyetlərə ve başka işlere həsr Bedenine sen cavabdehsən, başka hiç kim değil. Boşqabında ne olduğuna qərar vermek senin ixtiyarındadır ve bu senin seçimindir. İnce ve sağlam olmak, arıq olmaq senin seçimindir. Arıqlamağına kömək edən sağlam
vitaminli qidalar yeyərək içində olan təbii gücü hiss edirsən. Sənin arıqlamağa hüququn var. Buna haqqın var. Sən buna layiqsən. Bu mümkündür. Sağlam, incə bədən sənin təbii haqqındır. Sağlam olmaq normaldır. İncə olmaq normaldır. Arıq olmaq normaldır, təbiidir. İncə, arıq, sağlam olaraq da güvəndəsən. Sən özünü qoruya bilirsən. Səni yemək deyil, yaradan qoruyur. Yeməyə sən sadəcə bədəninin yanacağı, benzini kimi baxırsan artıq. Çünki bilirsən ki, sən dəyərlisən. Sən sevilməyə layiqsən. Sən artıq özünü o qədər çox sevirsən ki, daha da keyfiyyətli yanacağa layiq olduğunu bilirsən. Yaşıl salatalar, göyərtilər, tərəvəzlər, təzə balıq və təzə ət, bol-bol meyvə və tərəvəz, bütün vitaminli qidaları sevməyə başlayırsan. Yalnız sağlam, təbii və təzə qidalar yemək istəyirsən. İçindən bir səs, hansı qidada daha çox protein, daha çox vitamin və daha çox mineral olduğunu sənə söyləyir. Əlini bir qidaya uzadan kimi, onun sənə necə təsir edəcəyini çox gözəl anlayırsan. Sən asanlıqla və rahatlıqla incəliyi, arıqlığı və sağlamlığı seçirsən. Sən öz bədənini sevirsən. Ona görə də ona qulluq etmək və həmişə ona hörmətlə yanaşmaq istəyirsən. Güzgüyə hər dəfə baxdığın zaman özünlə qürur duyursan. Daxili nizam-intizamın olduğun üçün və özünü seçdiyin, sağlamlığını seçdiyin, gözəlliyini seçdiyin və həyatını dəyişdiyin üçün özünlə qürur duyursan. Bütün bu terapiyalardan sonra sən artıq bilirsən ki, sən təhlükədən uzaqdasan, sən bolluq içindəsən, Yaradan tərəfindən daima qorunursan. Yaradan səni daima, hər zaman şərtsiz sevir. Sən onun yaratdığı, olduğun üçün səni sevir və hər bir şeyi sənin yüksək xeyrin üçün, təkamülün üçün edir. İçində şah damarından daha yaxın olan Yaradanı artıq hiss edirsən. Hansısa negativ duyğu gəldiyi zaman artıq sən Yaradana üzü tutursan və bu sənə əvvəllər yeməyin verdiyi o təskinliyi, rahatlığı daha gözəl şəkildə verir. Sən artıq şirniyyatdan aldığın həzzi başqa məşğuliyyətlərdən ala bilirsən. Etdiyin hər iş, hər məşğuliyyətdə yaradıcılığını istifadə edib bu prosesdən zövq alırsan. Sən artıq başqa şeylərdən də həzz ala bilirsən. Stres anlarında meditasiya etməyi, rahatlamağı artıq öyrənmirsən. Öz daxilinə səyahət etməyi çox gözəl bilirsən. Bununla da beynində yeni əlaqələr yaranır və səndə artıq yeni vərdişlər başlayır. Sən artıq hətta restorana getdikdə, başqa bir yemək yemək üçün vasitələrdən istifadə etdikdə belə avtomatik olaraq sağlam yemək seçmək istəyirsən. Bu sənin təbii vərdişindir. Yeməyi boşqabına qoymağı və yanlış yeməklərdən imtina etməyi çox sevirsən. Çünki bu səni güclü və xoşbəxt hiss etdirir.
sən fiziki hərəkət etməkdən də zövq alırsan. Özün seçə bilərsən artıq, bu hansı hərəkətdir. Bu hərəkət sənə zövq verir. Bu ev işləri də ola bilər, pilates də ola bilər, idman zalı da, üzgüçülükdə, velosiped sürmədə, adi yürüyüşdə və ya rəqs etmək. Heç bir fərqi yoxdur. Əsas odur ki, sən hər dəfə hərəkət etdikcə bədənində necə gözəl relyef, necə gözəl əzələlər yarandığını görürsən və bu səni xoşbəxt və sağlam edir. Atletik sağlam bədənin səni yaşından daha da cavan göstərir. Əzələlərin sənin sümüklərini qoruyur və sən daha da günü-gündən güclü və gənc olursan. Hərəkət etdikcə əzələ kütlən çoxalır və yediklərinin hamısını əridir. Metabolizman günü-gündən daha da sürətlənir. Sən hər şeyi yeyə bilərsən. Sən ən sağlamını seçib yeyirsən. Çünki sən özünü sevirsən. Və bilirsən ki, diyetlər olmadan da arıqlamaq və sağlam, ideal bədənə qovuşmaq mümkündür. Buna 100% haqqın var və sən bunu çox gözəl bilirsən. Soyunda, nəslində, ailəndə və ya uşaqlığında əgər acılıq çəkmisənsə, indiki zamanda bunların olmadığını və hər şeyin bol olduğunu bilirsən. Bütün acılıq geylərinin deaktiv etmənin necə bir hiss olduğunu bilirsən. Sən artıq hər zaman tox və enerjilisən. Sən ruhunu bəsləmənin başqa vasitələrini artıq tapmısan və sən azadsan. Sən artıq qurban bilincindən çıxmısan. Sən yemək asılılığından çıxmısan. Sən bütün asıllıqlarından çıxıb öz həyatının yaradıcısı olmusan. Sən güclüsən, özünü sevirsən, özünü qəbul edirsən, sən azadsan. Sən yemək asılılığından azadsan. Sən artıq qurban bilincindən çıxmısan. Sən psixotravmalarından qurtulmusan. Sən azadsan. Sən artıq yemək asılılığından çıxmısan. İndi isə təsəvvür et ki, sən artıq dəniz sahilindəsən və dəniz sahilində yürüyüşə çıxırsan. Gözəl bir mənzərə müşahidə edirsən. Dənizi, səmanı, aydın parlaq səmanı görürsən. Quşların nəğməsini duyursan, dalğaların səslərini eşidirsən. Külək saçların arasından əsdikcə dalğaların necə gözəl melodiya yaratdığını duyursan. Dənizin səsini eşit. Dənizin qoxusunu duymağa çalış. Qumun üstündə gəz. Ağappaq qumun ayaq barmaqlarının arasından necə süzüldüyünü hiss et. Dənizin qoxusunu duy. Enerji ilə dol. Burada və indi ol. Dəniz sahilində gəzirsən, addım-addım irəliləyib, isti və sakit, rahatlıq içində süzülürsən. Biraz daha irəliyə gedib, qarşıda böyük bir güzgü görürsən. Təxmini 2 metrə uzunluğunda olan bir güzgü. Bu güzgüdə sənin gələn il bugünkü halın canlanacaq.
3'e kadar sayacağım. 1, 2, 3. Güzgüde özünü gör. Bax oradaki vəziyyətinə. Şuuraltı göster. Güzgüde 1 il sonraki halını. Artık ideal çekine ve istediğin bedene çatmışsan. Ne kadar ince olduğunu hisset. Ne kadar sağlam, enerjili, gümrah, yüngül olduğunu hisset. Ne kadar arıq olduğunu hisset. Bedeninin kaygısına kaldığın için vücudun ne kadar xoşbəxt olduğuna dikkat yetir. Hazırda necə görünmek istediğinin şeklini yarat. Özünü ince, xoşbəxt, sağlam hissedirsən burada. Bax o güzgünün içine. Bu hisse dikkat et. Arıq, sağlam, fit, ince, enerjili, gümrah, yüngül hissetmek necə bir histir. Bunu duymağa çalış. Bu güzgüde sen, oradaki sen artık xəyallarına çatmışsan. Güzgüde özüne bak, öz bedenine bak, özündən, öz bedenindən zövq al. Üzüne bak, qollarına, sinene, qarnına, ayaqlarına, yeni güzel fit bedeninle gurur duy. Ondan zövq al. Artık sen istediğini giyinebilirsen. Ne alsan, ne giyinsen üzerine rahat bir şekilde oturur ve seni daha da güzelleştirir. Sen bir yıl önce bir programa katıldın ve senin hayatın değişti. Çünkü sen zihninin en derin arzusu olan ebedi olarak sağlam ve fit bir bedeni seçtin. Alimenliğin bunu bacaracağını bilirdi. Ona göre de her gün yatmadan önce öz şuuraltını programlayıp öz kaderini, öz talihini değiştin. En derin arzun arıqlamaq, daha da sağlam olmaq, daha da ince, daha da yaxşı ve daha da xoşbəxt olmağa çatmışsan. Bu həqiqəti hər gün dəfələrlə özünə xatırladırdın. Hər gecə yatmadan önce bunu özünə xatırladırdın ve əzmlə bu hədəfinə doğru gedib çatdın. Sənin zihnin en güçlü müalicəvi qüvvədir və sən ondan istifadə edirsən. Bax güzgüdəki yeni halına. Özünü daha yüngül ve sağlam hissettikçe özüne necə güvəndiğini, özgüveninin necə yüksek olduğunu hisset. Bu yolu sen seçmişsin. Hayatını ve bedenini, zihnini, duygularını artık özün kontrol, özün nezaret edirsən. Güzgüde yeni bedenine bak. Arzularındaki o güzel bedene, ruhunun evine bak ve özünle gurur duy. Şimdi ise senden xahiş edeceğim ki bir adım atıp o güzgüye yaxınlaşasan. Ben 3'e kadar sayacağım ve sen o güzgünün içine adım atıp oraya gireceksin. 1. Güzgü sanki suya dönür. 2. Derin nefes al ve nefesi bırak. 3. Gir güzgünün içine. Sen artık oradaki sensin. Sen artık kvant sıçrayışı etmişsən ve öz reallığını değişmişsən. Sen oradaki sağlam, ideal bedeni olan, sağlıklı, fit, enerjik, güvenli həmin insansan. O sensən, sen de o. Seni tebrik ederim.